Sizin birinci sualınız ümumiyyətlə belə formalaşıb ki, acaba Fars milləti içində bir partiya və bir şəxs olaraq İranda gələcək federal hakimiyyətə inanan birisi və ya bir təşkilat varmı, yoxmu? Ona cavab olaraq sizə deyə bilərəm ki, əlbəttə ki, vardır. İranda, yəni mərkəz qrupları içində də, deyəndə İranda qeyri-farslığa çıxdığımızda mərkəz qrupları və mərkəz siyasi şəxsiyyətləri arasında əlbəttə ki, İranın gələcəyi bir federal cumhuriyyətin quruluşu ilə demokrasiya yaxınlaşır ya demokratik olur deyə əlbəttə ki, düşünənlər vardır. Siyasi qrup və ya partiyalara diqqət çəkdiyimizdə bir siyasi ittifaq var. İttifaqın adı, Fars adı Həmbəstəgi Fəragir Bəray Azadi və Bərabəridir. Türkçəyə tərcümə etsək bu adı olur İranda azadlıq və bərabərlik üçün qapsayıcı dayanışma. Bu siyasi etilafda 11 və hətta fikir edirəm 12 siyasi partiya vardır ki, o siyasi partiyalar içində bir neçəsi mərkəzdən qatılırlar. Bir sırası xalqlara ya qeyri-fars xalqlara aid qruplar və ya partiyalardır. Bir başqaları da mərkəzdən olan partiyalardır ki, onların bəzisinin adını çəkə bilərəm. Məsələn, o cümlədən Fars adlarını çəkirəm. Tərcümədə ehtiyacı yoxdur, bilənlər bilir. O Fars adları içində ya qruplar içində Sazman-ı İttihad-ı Fədaiyan Xalqı İran var. Şurayı Müvəqqəti Sosialist-Hay Çəpi İran var. Hezb-i Səbz-i İran var. Cumhurixahan-ı Demokratik və Laik-i İran var. Yəni bunlar və başqa bəlkə bir qrupda olmuş ola ki, bu qruplar mərkəzdən olan, yəni Fars xalqına aid və ya mərkəzə aid qruplardan təşkil olur və bu etilafda iştirak edirlər və federalizmə inanırlar və orada bir 15 maddəli məramnamə əsasında, plan əsasında, proqram əsasında bir siyasi etilafı önə sürməyə çalışırlar. Amma bireysel və ya fərdi, şəxsi alana gəldiyimizdə əlbəttə bir seri insanlar yine mərkəzdən və Fars şəxsiyyəti və Fars kökənli olaraq və ya mərkəzə aid şəxsiyyətlərin içində əlbəttə ki, federal şəxsiyyətlər vardılar. Onların da adını aparmaq olar, indi zeynimdə yoxdur. Amma məsələ Ay Tehranı var və İranın Hizb-i Çəpi İran da, İranın Sol Partiyası da bir çox şəxsiyyətlər və plan və proqram olaraq da federalizmə inanırlar. Yəni İranın mərkəz partisi olan İran Sol Partiyasının ən son konqresində bizi dəvət etmişdilər. Orada proqram haqqında danışıqlarda və qərarlarında ən son qərar bu oldu ki, İranın gələcəyində bir federal cumhuriyyətin qurulması ən düzgün və ən uyumlu bir siyasi sistem olaraq İranın Sol Partiyası onu qəbul edir. Ona görə bu həm partiya olaraq, həm şəxsiyyət olaraq orada da ciddi şəxsiyyətlərin adı federalist kimi çəkmək olur. Burada fazla adların qeydinə ehtiyac yoxdur, amma demək olur ki, bu şəxsiyyətlərin sayısı Fars toplumunda çox deyildir. Vardır, amma çox deyildir. Ümumiyyətlə, mərkəz siyasi güc, zehniyyət və ideologiya daha çox mərkəzçiliyə, bütövçülüyə və unitər bir dövlətin quruluşunun tərəfdarıdırlar. Bunu başa düşməyimiz lazımdır, bilməyimiz lazımdır. Amma adım çəkdiyimiz sual bir ima kimi bir başqa şeydə diqqət mərkəzinə alır. O da bu mənada ki, əgərsə mərkəzdə federalizmə özən və ya təmayül yoxdur, ya mərkəz partiyaları və mərkəz siyasi şəxsiyyətlər arasında federal sisteminin İranın gələcəyində quruluşuna təmayül yoxdur, onda biz, yəni Azərbaycan siyasi gücü federalizmi qurmağa və ya federal bir dövlətin sahibi olmağa necə bir çaba göstərə bilərik? Yəni bu sual budur ki, güya tüm mərkəzdə və ya Fars toplumunda federalizm geniş vasitədə istənilmir, onda İranda federalizm də qurula bilməz deyə düşünülür. Halbuki federalizmin İranda quruluşu yalnız Fars toplumunun təmayülü deyil ki, bugün istatistikaya baxdığımızda
İranda xalqlar, yəni türk xalqını, kürdləri, bəluçları, ərəbləri, lorları, giləkləri, türkmənləri bir araya gətirində bir siyasi balans cəmiyyət cəhətindən İranda qurulur. Yəni Fars toplumu ilə qeyri-Fars toplumunda gəldiyində ədəd və istatistika cəhətindən qeyri-Farsların sayı çoxdur. Yəni əgərsə İranda qeyri-Fars toplumlar və ya qeyri-Fars siyasi qruplar öz toplumlarının, öz camiələrinin, nəzərlərin, fikirlərin və səslərin bir araya toplaya bilirsələr, İranın gələcək məclisində əksəriyyəti təşkil edə bilərlər. Bir tərəfdən də həm qeyri-Fars xalqların siyasi gücləri, həm də mərkəzdə olan, adını çəkdiyim qruplar, mərkəzdə olan demokrat hərəkətlərlə yaxınlaşıb, gələcəkdə İran rejimi yıxıldığında və yeni müəssis məclis bərpa olanda, o müəssis məclisdə qeyri-Fars xalqlar mərkəz demokratları ilə bir arada o məclisdə çoxunluğu təşkil edə bilərlər və bu vasitə ilə federal sistemini İranın gələcək anayasasına yerləşdirə bilərlər. Yəni bu imkan vardır. Amma bilirik ki, bu imkanın olması onun gerçəkləşməsi mənasına gəlməz. Yəni onun gerçəkləşməsi mənasına ciddi çaba və çalışma lazımdır. Ələlxüsus bu çaba və çalışma türklər içində, türk toplumunda və türk xalqının yanında yalnız Azərbaycan və ya Güney Azərbaycan deyil, bəlkə İran çapında türk xalqının nəzərini, fikrini bir araya gətirib və organizə etmək lazımdır. Yəni türk toplumunda bir özəllik var. Bugün Güney Azərbaycan torpaqlarında ümumiyyətlə 10 milyon insan yaşayır. Halbuki İranda bugün yəni 30 milyona yaxın insan yaşamaqdadır. Əgərsə bu 10 milyon insan Azərbaycanda ya Güney Azərbaycanda yaşayır, yəni 20 milyon türk insanı isə Azərbaycandan xaricdə Tehranda, Kərəcdə, Qumda və İranın dörd bucağında yerləşən türk kantonlarında yaşayırlar. Məsələ Qəşqaistanda, məsələ Xorasanda türklər, məsələ İsfahan bölgəsində, məsələ Loristan bölgəsində kompakt formda yaşayan türk kantonları və ya bölgələri vardır. Ondan sonra Fars şəhərlərinə və ya qeyri-türk şəhərlərə yayılan və yaşayan türklər və geniş vasitədə ədəd cəhətindən çox geniş türk insanları yaşayır ki, onların hər birinin tək səsləri bu mücadilədə iştirakçıları milli mücadilədə eləyə bilər. O istədiyimiz və arzu elədiyimiz sonucu İran rejimi yıxılandan sonra o müəssis məclisdə əksəriyyəti təşkil etsin və xalqlar, o cümlədən türk xalqı istədiyi anayasanı, yəni bir federal cumhuriyyəti gələcək anayasada təsbit etsin. Bu sualın başqa bir yönü də var ki, ona diqqət çəkməyimizdə də bir fayda var. Məsələ, belə bir zehniyyət var bizim fəalların içindəki, güya federalizm İranda qurula bilməz, amma istiqlala geçmək mümkündür. Mövzuya diqqət etdiyimizdə bilirik ki, federal sistemin qurulması ilə İranda çox geniş vasitədə güc toplama, səs toplama imkanımız vardır. Yəni Azərbaycanın özündən, Tehrandan, Kərəcdən, Qumdan, İranın fərqli türk kantonlarından və mərkəz demokratlarından, eyni halda qeyri-Fars xalqların gücləri ilə bərabər kürdlər, ərəblər, bəluçlar, türkmənlər, bunların bir araya toplama imkanı vardır və bu gücü federalizmin quruluşuna imkan verir. Amma əgərsə istiqlal şüarı meydana gəlirsə, istiqlal şüarına hangi gücü əldə etmək olar? İstiqlalı Güney Azərbaycanı əldə etməyə yalnız Güney Azərbaycanda yaşayan insanların gücü ilə bu istiqlala getmək mümkündür. Yəni türklərin 1/3 gücü ilə, yəni 30 milyon türk varsa onun 10 milyonu Güney Azərbaycanda yaşayır. Türklərin 1/3 gücü ilə və qeyri-farsların o istiqlal savaşında olmaması ilə və mərkəzdən həman demokratlar ki, federal sistemin quruluşunun yanında duracaqdılar, onların da istiqlalçıların yanında olmadan, eyni halda Güney Azərbaycandakı hər kəs və ya hamı istiqlaliyyət istəmir ki, orada da toplum 3-ə bölünəcək. Yəni Azərbaycan toplumu, yəni o 10 milyon 3 yerə bölünəcək deyə orada bir kəsim istər-istəməz
İran zehniyyəti ilə mərkəzçi bir zehniyyətlə ciddicə müxalif mövqedə durub və mərkəzin yanında duracaqlar. Və bir sırada federalizmin gerçəkləşməsinin tərəfdarı olacaqlar. O vasitə ilə o Güney Azərbaycanda da siyasi güc 3 yerə bölünəcəkdir. Yəni yalnız Azərbaycanda və o 10 milyon içində yalnız 3-dən biri əgərsə istəyirlərsə, yəni cəmiyyətin 3-dən biri Güney Azərbaycanda, yəni 10 milyondan 3 milyon küsuru. Əcəba 3 milyon küsurla istiqlaliyyətə getmək olurmu? Halbuki istiqlaliyyət məsələsində yalnız iç məsələ və ya iç siyasət deyil, bəlkə xarici dövlətlər, Amerika, Rusiya, Avropa, başqa dövlətlər də bu dövləti rəsmiyyətə tanıyacaqlar ki, bu istiqlaliyyət rəsmiyyətə otursun. Yəni yalnız xalqın iradəsi deyil. İndi yenə geri dönsək, federalizmə hansı güclərin bir araya gəlməsi ilə gerçəkləşməsi mümkündür deyə, yəni geniş vasitədə qeyri-fars xalqların çoxunluğu və mərkəzdə olan demokratlar, yəni çox geniş vasitə bir güc əldə olur. Amma istiqlaliyyətə gələndə türklərin gücü belə 30 milyondan 10 milyon Güney Azərbaycana və 10 milyonun içində yalnız 3-dən biri istiqlaliyyətə aparan bir güc ola bilər. Yəni federala o geniş güclə apara bilməyən bir güc olursa, istiqlaliyyət əbəda gerçəkçi və əlverişli bir siyasət ola bilməz deyə düşünməyimiz lazımdır. Belə düşünmürsək, məntiqə dayanaraq düşünmürsək, onda həm gücümüzü zəiflədəcəyik və həm o az güclə düzgün və əlverişli bir nəticəni əldə edə bilməyəcəyik. Burada birinci sualın sonuna yaxınlaşaq və başqa səsdə ikinci suala toxunaq. Çox sağ olun.